Dekabrın 8-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli olacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensivləşəcəyi ehtimalı var. Şimal-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 7-9 dərəcə, gündüz 10-13 dərəcə isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 763 mm civə sütununa enəcək. Nisbi rütubət 80-90% təşkil edəcək. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının leysan xarakterli olacağı, dağlıq ərazilərdə qar yağacağı, arabir duman olacağı ehtimalı var. Gündüz yağıntıda qısa müddətə fasilə olacaq. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2-7 dərəcə, gündüz 9-13 dərəcə isti. Dağlarda gecə 0-4 dərəcə şaxta, gündüz 4-8 dərəcə isti olacaq.